Hər vaxtınız xeyir olsun dostlar. Deməli bu günlərim real biznes oyunundayıq. Şəhərimizdəki pulları toplayacağıq. Bir də ki, yorumda sual verirlər ki, bəs qardaş, pul vurmuşuq, hesaba köçməyib, necə edib geri qaytara bilərik? O problem məndə də olubdu. İlk öncə bundan danışım. Pul geri gəlməyibdi. Belə göstərə bilərəm sizə. Deməli, mən pulu nə vaxt vurmuşdum? Bax, $40 mən pul vurmuşdum. O gəlməmişdi. Bəli, mən onu Binance-dan vurmuşdum, o köçməmişdi. Deyir burada, aha, bir bu problem var, bir referral problemi var, referral gəlmir, o niyə olur, mən də bilmirəm. Çünki mənim də başıma gəldi, burada bir nəfər qoşula bilib, ola ki, bilmirəm necə qoşulub. Çünki bir neçə nəfəri qoşdum mən, sadəcə, yəni gəlib çıxmadı bura. O da mənim üçün maraqlı qaldı. Bunları dəyişdirmək olmur yəni. Deməli, birinci pulları götürək, görək günlük nə qədər gəlir. Səsimə görə üzürü sayın. Biraz xəstəyəm, ona görə belə çıxıb. Pulları götürdük. Deməli, 8 dənə 6, 0, 8. Aha, bunları da götürsək. Deməli, $2 44 sent. Biraz da arta bilər, çünki bu qıraqdaşıda toplanır. Yenilənmiş göstərəcək burada. Biz burada kömək bölməsindən istifadə edə bilirik. Sadəcə bölmədən istifadə edəndə mesaj gəlmir. Nəsə göndərmirlər. Baxın, mən burada yazmışam, nə qədər göndərmişəm, baxılmayıb. Daha sonra hara demişsə. Burada əlaqə yeri falan göstərir, amma heç bir şey düzgün deyil də. Ola bilsin ki, bunlar yeri falan da başqa bir yerdir. Sadəcə yəni tutulmamaq üçün, əgər aradan qaçsalar belə, çıxsalar, tutulmamaq üçün başqa bir ünvan vermiş ola bilərlər. Yəni, elə belə bir ünvan qoymuş ola bilərlər. Real biznesin Telegram hesabına yazsan, cavab vermir, çünki oradakı bir botdur. Sonra email ilə yazırsan, cavab gəlmir. Dəstək səhifəsinə yazsan, cavab gəlmir. İnşallah bu tezliklə düzələr və bizim pullarımız da geri gələr. Mənim də istəyim odur. Çünki mən də $45 itirmişəm də belə. Dostlar, baxa görə kampaniya gəlib, xeyr, kampaniya gəlməyib. Amma belə deyim də sizə, əgər daha artıq elə bir ki, qazanc əldə etmək istəyirsinizsə, kampaniyada olanlardan istifadə edin. Yəni, alın, aksiyada olanlardan. Məsəl üçün, geçən videoda da demişdim. Baxın, məsələn, gəlirsiniz, sadə bir $10-ğa, sadə $10 $3.59 sent verir. İlə də $43. Amma bu biri isə məndə olan, aksiyadakı olan. Bu isə $5.14 sentdir, səhv bilmirəmsə, belə bir pul verir. Yəni, arasındakı fərqi görürsünüz də. Ona görə, ümumiyyətlə, oradan nə aldınız? Market bölməsindən, aksiyadan, daha qabağa düşürsünüz. Məsəl üçün, belə deyim, $50 burada $19.1 sent verir. Amma aksiyadakı $50 isə gəlir bizə verir $30, 30 sent. Ya, $30.19 sent. Belə. İndi binaların da qiymətini görürsünüz. Sözünüz bunları almağa dəymir. Çünki proqram bata da bilər, qala da bilər. Əgər pulun varsa qoyarsan. Amma pulun o deyilsə, yəni qısa, balaca bir məbləğləri yatırım elə və gör, yəni qazana bilirsənmi? Sizə də məsləhətim ilk olaraq buradan qoyduğunuz pulu çıxarın, ondan sonra qalanı elə bir ki, yatırın. Məsəl üçün, tam ki, pulunuzu çıxarmısınız, buradan $40 qoymusunuz, $40 çıxardınız. Ondan sonra gəlin, qoyun yığılsın. Məsələn, təzən $40 yığıldı. Get, elə bir ki, aksiya gəlib. İkisini alına biri hədiyyə. Yenə sən 2, 2 belə 4, 2 dənə də əlavə sən verəcək, 6 dənə $10 bina ala bilərsən. Yəni, ondan sonra sən, ki, burada öz biznesini qur. Çünki artıq buradakılar sən öz pulunu çıxarmısan. Hə, belə görsən ki, pul yaxşı gəlir falan, oradakı pulu da götürərsən, işlədərsən, ya ürəyin necə istəyir elə xərclə. Yəni, məndən məsləhət bu qədərdir. Video xoşunuza gəldisə, like atmağı unutmayın, yorum yazmağı unutmayın. Nə sualınız var da yorumlarda bildirin. Kanala da abunə olmaq zəhmət olmasa. Çox sağ olun uşaqlar, görüşərik.